Buyurun, özünüzü təqdim edin, zəhmət olmasa. Mən Göygöl rayonundan gəlmişəm. İsmailov Etibar. Bəli. Lütfən müəllim, nə şikayətləri var Mən gəlin? oynaq ağrılarından gəldim. Hı. Bir neçə yerə getdim. Müalicənin heç elə bir nəticəsi olmadı. Hı. Və mən müraciət elədim Doktor Seyfəddin klinikasına. Hardan tanıdığımızı tapdı? Mən sizi izləyirdim Efirlərdə. efirlərdən. Aha. Onunla da bildim ki, təbii şəfa tapmaq elə buradadır. Nə müalicəsi aldınız? Oynaq ağrılarına, Nə ilə müalicə olundunuz? arı məhsullarından, zəli ilə, arı məhsulları ilə, Təbii məlhəmlə. təbii məlhəmlərlə. Aha. Necədir vəziyyət? Çox gözəl. Yaxşı da nəticə verir. Yəni mən arzu edirəm ki, kim ki belə ağrıyırsa gəlsin Doktor Seyfəddin klinikasına, təbii üsullarla müalicə olunsun. Çox gözəl, effektli və Nəticə aldıq. nəticə aldıq. Bu oynaq ağrılarından başqa nə şikayətin var idi? Təzyiqim var idi. Təzyiqim normaya düşdü. Ay, sağ ol. Yuxu nətərdir? Yuxum gözəl. Bu təbii içəndən, məlhəmlər içəndən sonra yuxum da normaya düşüyor. Gözəl. Şimdi özün kimi hər şey gözəl. Can sağlığı dilirəm, uğurlar dilirəm, gözəl. Mən uğurlar arzu edirəm. Allah o şəfalı əlləriniz hamının üstündən əksik olmasın. Var olun, mən də gözəl Göygölümüzə çoxlu salam göndərirəm. Var olun. Çox sağ olun. Sağ olun.